Cəmaata yaxşılıq fikir verin təqvadan əvvəl gəlir. Bilirsiniz, ən pis müsəlman bilirsiniz kimdir? Ən pis müsəlman ibadətə qapılıb insanları unudan adamdır. Cəmaatı dindən ən çox uzaqlaşdıran insanlar bu insanlardır. Heç kimə faydası dəyməyən abidlərdir. Ən çox xoşa gəlməz xislət budur. Deyim, mələklərə əmr olundu ki, gedin filan əhalini, yerin əhalisini məhv eləyin. Allah bəla göndərir. Hamısı günahkardır. Mələk gördü ki, bir dənə abid bir, məsələn, nurani bir kişi orada ibadət eləyir. Mələklər dedi, ilahi bunu da həlak eləyək, axı bu çox nurani, pak adamdır. Allah dedi, ən birinci onu həlak eləyin. Dedi, nə üçün? Dedi, üzü bir dəfə mənə görə qızarmayıb. Yəni, kimə nə olur vecinə deyil. O, ibadət eləyir, namaz qılır, oruç tutur. Allahın ən acığı gələn insan tipidir bu. Başqalarına biganə olub, mənəviyyat görüntüsü ilə vicdanını sakitləşdirir.